Salam. Bu videoda teoremənin həndəsi mənasına aid bir məsələnin həllini verəcəm. İkinci isə dim test toplusundandır və qəbula düşən sual tiplərindəndir. Deməli, məsələnin şərtini görürsünüz. A parametrin hansı qiymətində y bərabər x0 ln 3 plus 2a düz xətti y bərabər 3 üstü x plus 7 funksiyasının qrafikinə toxunur. Ümumiyyətlə, toxunan məsələləri iki növ olur. Toxunma nöqtəsi verilən toxunan məsələləri, bir də toxunma nöqtəsi verilməyən toxunan məsələləri. Birinci tip məsələlər asan da olur. Toxunma nöqtəsi verildiyi zaman onlar asan məsələlər olur. Biraz maraqlı ikinci növ məsələlərdir. Ümumiyyətlə, ikinci növ məsələləri həll etmək üçün, yəni toxunma nöqtəsi verilməyibsə, siz öncə toxunma nöqtəsini yazırsınız. Yəni, toxunma nöqtəsini bir şeylə işarə eləmək lazımdır. Deyək ki, toxunma nöqtəsi apsisi x0 olsun, ordinatı da fx0 olacaq. Bu fx funksiyasıdır. Və nəzərə almaq lazımdır ki, toxunma nöqtəsi həm toxunan düz xətt üzərindədir, həm də funksiyanın qrafik üzərindədir. Və nə etmək lazımdır? Toxunma nöqtəsini elan etdikdən sonra toxunanın bucaq əmsalını bir teoremədən tapmaq lazımdır, bir də analitik həndəsədən tapıb bərabərləşdirmək lazımdır. Deməli, toxunanın bucaq əmsalı teoremənin həndəsi mənasına görə funksiyanın x0 nöqtəsindəki teoreməsidir. Həm də analitik həndəsəyə görə ln 3'dür. Funksiyanın teoreməsi 3 üstü x ln 3 olur. Buradan 3 üstü x0 ln 3 bərabərdir ln 3 olacaq. Buradan 3 üstü x0 bərabərdir 1. x0 tapılacaq 0. Deməli, toxunma nöqtəsinin apsisi 0 oldu. Ordinatı da f0 3 üstü 0 plus 7 8 olacaq. Və buradan toxunma nöqtəsi həm də düz xətt üzərində olmalıdır. Yəni 8 y-dir. X-ə 0 qoyuruq və buradan a-nı 4 tapırıq. Cavab 4. Növbəti videoda görüşərik. Sağ olun.